Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videomda isti havalarda tez-tez hazırladığım dondurma dadında tort reseptini sizinlə paylaşıram. Yumuşaq, şokoladlı, qaymaqlı kremlə hazırlayıram. Dondurma dadında çox ləzzətli bir tort alınır. İstər adi günlərdə, istər özəl günlərdə hazırlaya biləcəyiniz çox asan bir tort reseptidir. İndi keçək tortun hazırlanma qaydasına. Biskvit üçün ərzaq qabına 6 ədəd yumurta sındırmışam. Yumurtanın birinin sarısı 2 yerə bölünüb, amma 6 ədəd yumurtadır. Üzərinə bir çimdik duz əlavə edib mikserlə üstündə biraz köpüklər əmələnə qədər qarışdırıram. Yumurtanın üzərinə 200 ml stəkanla 1 stəkan yarım şəkər tozu əlavə edirəm. Şəkər tozu ilə yumurtanı mikserlə tam ağarıb, həcmi 2 dəfə artıb, mayonez halına gələnə qədər yaxşı-yaxşı qarışdırıram. Onu da qeyd edeyim ki, biskvit üçün istifadə olunan ərzaqlar otaq temperaturunda olsa daha yaxşı olar. Yumurta ilə şəkər tozunu qarışdırandan sonra qaba 50 ml süd, 4 xörək qaşığı bitki yağı əlavə edirəm. Artıq bunları mikserlə qarışdırmıram, elə çırpıcı ilə biraz qarışdırıram. Ələyə un tökürəm, 200 ml stəkanla 1 stəkan yarım un tökürəm. 1 çay qaşığı vanil, 1 paket 10 qram da qabartma tozu əlavə edib qarışdırıram. Quru ərzaqları ələkdən keçirdirəm. 2-3 dəfədən hissə ələkdən keçirdib spatula ilə qarışdırıram. Elə qarışdırmaq lazımdır ki, un xəmirin içində topak şəklində qalmasın. Unu əliyəndə biskvit həm havalı, həm də hündür alınır. Qalan unu da ələkdən keçirdib, yaxşı-yaxşı qarışdırıram. Belə gördüyünüz kimi havalı bir biskvit xəmiri alındı. Biskviti pişirmək üçün formanın içinə, yanlarına yağlı kağız sərmişəm. Hazırladığım xəmirin hamısını formaya boşaldıram. Onu da qeyd edeyim ki, istifadə elədiyim formanın diametri 26 cm-dir. Formanı 2-3 dəfə masaya çırpıram, havası çıxır. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 30-35 dəqiqəyə pişirirəm. Biskvit pişənə qədər bu arada kremi hazırlayıram. Krem qaymaqlı, qatlaşmış südləndir. Ərzaq qabına 500 ml soyuq qaymaq əlavə edirəm. Onu da qeyd edeyim ki, kremi hazırlamadan öncə qaymağı bir yarım saat soyuducunun buzluğunda gözlətmişəm. Qaymaq nə qədər soyuq olarsa, onda tez qatılaşır, krem də yaxşı alınır. Qaymağı mikserlə qatılaşana kimi qarışdırıram. Üzərinə 1 çay qaşığı vanil, 1 banka 370 qram qatlaşmış südü də hissə qaymağın üstünə əlavə edib mikserlə krem halına gələnə qədər qarışdırıram. İstəyə görə qatlaşmış südü bişmiş qatlaşmış südlə də əvəz eləmək olar. Sonacan qatlaşmış südü əlavə edib kremi hazırlayıram. Belə gördüyünüz kimi çox gözəl krem alınıb. Bu qaydada hazırlanan krem plan bir dondurma dadını verir. Çox gözəl kremdir. Torta da çox gözəl bir dad verir. Kremi də hazırlayıb soyuducuya qoyuram. Biskvit artıq pişib, çox yaxşı qabarıb. Qoyuram qalır, tam soyuyur. Soyuyandan sonra qəlibdən çıxardıram. Soyumuş biskviti bıçaqla 3 yerə kəsirəm. Belə gördüyünüz kimi biskvitin içi də çox yaxşı pişib, çox gözəl biskvit alınıb. Biskviti də doğrayandan sonra keçirəm tortu yığmağa. Hazır biskvitlərin üzərini nəmləndirmək üçün bir xörək qaşığı ayırdığım qatlaşmış südün üzərinə su töymüşəm. Biskvitləri süd qarışımı ilə nəmləndirirəm. Krem boldur, ona görə hazırladığım kremlə korjun üstünə əlavə edib hər yerinə yayıram. Sıxma torbasına da yığmışam kremlə. Onu da kremi çəkəndən sonra biskvitin yan hissələrinə əlavə edirəm. Tortun araları üçün mən sadəcə damla şokolad, bir də doğranmış qoz əlavə edirəm.
Amma istəyə görə karamel, şokolad yağı da əlavə eləmək olar. Bir də tortun üstünü meyvə ilə bəzəyəcəm, amma istəyə görə tortun arasına da çiyələk ya da fərqli meyvələr də əlavə eləyə bilərsiniz. Mən elə belə sadə hazırladım. Korjların hamısını üst-üstə yığıb, nəmləndirib, krem çəkib, arasına damla şokolad, bir də qoz səpirəm. Tort üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Sonuncu korju qoyuram. Onu da nəmləndirəndən sonra qalan kremi tortun üstünə, yanlarına çəkirəm. Bir hissəsini də ayırmışam. Sonda tortun üzərini bəzəmək üçün istifadə eləyəcəm. Tortun yan hissələrini rondodan keçirdiyim qoz ləpəsi ilə bəzəyirəm. Tortun üstünü kremlə, damla şokoladla bəzəyirəm. Bu qaydada hazırlayandan sonra istəyə görə orta hissəsinə karamel ya da əridilmiş şokolad əlavə eləmək olar. Mən elə sadəcə çiyələklə, bir də albalı ilə, yəni vişnə ilə bəzəyirəm. Açıq qalan hissəsinə də doğranmış plitka şokolad əlavə eləyirəm. Bu qaydada hazırlayıram tortu. Belə gözəl tort alınır. Hazırladığım tortu 1-2 saatlığa soyuducuya qoyuram. Tam özünü tutandan sonra artıq kəsib dadına baxmaq olar. Belə gözəl bir tort alınır. Əsl yay tortudur. İstər adi günlərdə, istər özəl günlərdə belə dondurma dadında şokoladlı, qozlu tortdan hazırlayıb süfrələrinizi bəzəyə bilərsiniz. Kəsək görək tortun içərisi necə alınıb. Çox gözəl tort alınıb. Siz də hazırlayın. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.